Ayda, nə qəşəng görsənişlər. Əzizim, sənə bir söz deməliyəm. Hə, eşidirəm, nə? Olar mənə baxasan, mən bir ildir bu sözü sənə demək istəyirəm. Dirə, eşidirəm. Bax da, bir dənə buna zəhmət olmasa. Əzizim, mənimlə evlənməyə, ömrünün qalan günlərini mənimlə keçirməyə... Razıyam. Bir il uşaq bu anı gözləyirəm, razıyam, razıyam. Nə əla? Üzü yanı biz. Üzü biraz... Geçsə oturaq sənə izah eləyəcəm. Gəl, sən otur zəhmət. Bax əzizim, sən məni tanıyırsan da, bilirsən ki, mən realistik insanım. Hə. Biz getdik sənə üzüyü aldıq. Aha. Hə? Evləndik sabah. 1 il, 2 il xoşbəxt ailə tablosu. Hər şey gözəl, uşaq olduğu hamısı yerində. Sonra nə olacaq? Nə olacaq? Sonra bütün standart ailələr kimi bizim də çətin günlərimiz başlayır. Pula ehtiyacımız olacaq, pul tapa bilməyəcəyik. Pul da tapa bilməyəndə insan nə edir? Nə edir? Aparır üzüyü satır, lambarda verir, sumda satır, düzdür? Bəli. Yenə də sənin illər uzunu üzüyün olmayacaq. Da elə ündən olmasın da, bilirsən. Məntiqlə yanaşmaq lazımdır nə məsələlərə. 2 vur 2-dir də. Düz deyirsən. Bir şey ağlıma gəldi. Görüm çox realistsən. Yəni məntiqlə fikirləşsən, düz fikirləşsən əslində. Yəni yalan deyə bilmərəm. Evləndən sonra biz xoşbəxt yaşadıq. Bir neçə il, sən dediyin kimi də. Bəli. Bizim bir dənə uşağımız oldu. O uşaqla da dedik, güldük. Sonra nəsə belə problemlər yaranır. Dedik ikinci uşaq da olsun ki, biraz daha şənlənsin evimiz. İkinci uşaq olandan sonra borc xərci oradan tapırıq, buradan tapırıq, uşağı da böyüdürük də. Sonra başlayır yenə qırğınlar başlamağa. Bu moment ailələr, böyüklər uca söhbətə girir ki, üçüncü uşağı da dünyaya gətirin, bəlkə üçün yeri üz. Yəni davadalaş az olsun da uşaq davadalaşı azaldır. Üçüncü uşağı da doğuram və mən başlayıram vitdən düşməyə. Saç, baş, aləm qarışır bir-birinə. Mən əsəbləşirəm, sən də əsəbləşirsən, səni evə yığmaq olmur. Mən də bu evdə partlayıram, bayıra da çıxmıram. Sonra nə olacaq? Nə olacaq? Lap böyük qırğınlar başlayacaq. Bu birinci, ikinci kimi yox, üçüncü vəbşə böyük qırğınlar başlayacaq. Onu mən əsəbləşəcəm, çıxıb gedim dədəmin xarabasına. Elə bəri başına gedim dədəmin xarabasına. Ona görə sən sağ, mən salamat. Amma sənə deyim məntiqlidir, bu da məntiqlidir. Bu evlilikdə nə çətin şeymiş, hə. Elə yaxşı ki, boşandıq, getdi dədəsinin xarabasına. Subaylıq, sultanlıq. Görüm nə var, nə var.